Salam əziz dostlar, bu günlər sizinlə Photo Flash Maker Professional proqramında işləməyi öyrənəcəyik. Gözəl flashlar, SVF formatında flashlar düzəltmək üçün əla proqramdır. Şəkillərinizlə slideshow hazırlayıb verə bilərsiniz. Bunun üçün şəkillər seçirsiniz. Çoxlu. Bu qədər şəkil bəsdir. İndi isə necə görünəcəklərinə baxaq. Aralarındakı effektləri seçə bilərsiniz buradan. Gördüyünüz kimi Movie Maker'dən daha çox effektlər var burada. Effektlər çoxdur. İndi isə burada mövzular var, temalar var. Temalardan istədiyiniz seçə bilərsiniz. Professional'a keçib burada sol tərəfdə gördüyünüz effektlərdən istifadə edə bilərsiniz. Sağ tərəfdə slideshow'unu göstərəcək sizə. Şəklin üzərinə vurduqda fırlanacaq. Yəni bu video kimi görsənəcək. Media Player klassikdə açacaq. Yalnız video formatında olmayacaq, SVF formatında olacaq. Sonra çoxlu şəkillərlə işlər görmək olar. Our own planet has such extreme environment. Burada 3D effektlər görəcəksiniz. Yuxarıdan növlərini seçə bilərsiniz. Belə ekranda mouse'u gətirdikdə üzərinə gördüyünüz kimi qarşıya çıxacaq və üstünə bir dəfə vurduqda şəkil açılacaq. Bir dəfə də vurduqda yenidən 3D halına qayıdacaq. Mışqa ilə mouse ilə onun hərəkətini tənzimləyirsiniz. Burada kürə şəklində və yaxud da belə şəkillər çox olduqda əlbəttə ki daha gözəl görsənəcək. Yəni burada olduğu kimi Safari web brauzerindəki sayt ünvanları kimi görsənir. Sonra burada gözəl məncə. Sonra belə bir versiyada var. İndi isə buradan isə mahnını əlavə edirsiniz. Mahnı seçdik. İndi isə bir gözəl bir slideshow seçək. Gördüyünüz kimi göstərir necə
Başqa nə etmək olar? Baxa görək başqa nələrlə etmək olar. Video üçün yenilənməlidir versiya. Mən sizə verəcəyim versiya biraz köhnədir. Bunlar isə sizin web səhifələriniz üçündə qoymaq istəyəcəyiniz flashlar. Gördüyünüz kimi belə dəyişilir. Buradan və play edib slideshow-ya baxa bilərsiniz. Şəkilləri seçə bilərsiniz və s. Sonra belə bir professional bölməsində belə bir dizaynlar var. Bunlardan misal üçün fonda slideshow gedəcək. Burada play, pauza. Basic'də isə belə bir dizaynlar var. Proqramdan bu qədər. Düzəltdiyiniz şəkillərin isə yaddaşa verək və baxaq görək necə görsənir. Misal üçün web albomda baxaq. Bunu yaddaşa verək, mahnını da qoyaq. Və publish'e girək. Burada sizə göstərir. Kodlarını da götürə bilərsiniz və ya JavaScript kimi yaddaşa verə bilərsiniz. Hara yaddaşa verəcəyinizi soruşur. Ekranda bir qovluq açıb slideshow bura yerləşdirsək daha yaxşı olar. Görünür. Rабочий stola yaddaşa verək. Budur, yaradılır faylımız açıldı. Qovluğunu açaq. Belə bir fayllarla görsənir. Buradan şimdi faylımızı tapaq. Budur. Buradan faylımızın adını əlbəttə ki burada Pictures SVF formatında daşa vermişdik. Buradan View Flash Slideshow-ya vurub web browserlə baxa bilərsiniz necə göründüyünə.
прощались и забыли. Брызги, капельки, осколки никого не зацепили. Брызги, капельки на ветер. Budur. Yaxud da open output folder edib pictures olanı siz открыть с помощью Media Player Classic Home Cinema olsa onunla aça bilərsiniz. İşləyir onlar sıqda. Gördüyünüz kimi. Gözəl slideshowlar hazırlaya bilərsiniz bunu. Bu qədər sualınız olsa şərhlərdə qeyd edə bilərsiniz. Təşəkkürlər.